Aynes kanal niye gelmir? Azad Azerbaycan kanal niye gelmir? Niye gelmir İctimai kanal? Prezidentə biz telegrama vurduq. Bildim, Səttar Mehbaliyevin bunun başına tutduğu işlər barədə. Dəfələrlə telegrama vurduq, bir dənə reaksiya olmadı. Axırda sonətə gətirdilər, bunu çatdırdılar. Ən azından Səttar Mehbaliyevin deputatlıq mandatı əlindən alınmalıdır. Ən azından cinayət işi ona qaldırılmalıdır. Bunun qanı yerdə qalmamalıdır. Bu boyda müharibə yolu keçmiş bir oğula bir parça torpaq qıyılmadı. Bu sosial ədalətsizliyə yox deyirik. Biz ölkə başçısına müraciət edirik ki, son qoysun belə haqsızlıqlara. Biz döyüşmüşük, bu oğlanlar qan döküb. Bunların hanəsinin bədəninin bir hissəsi o torpaqlara qarışıbdır. Olmaz. Bu milletin 20% torpağı işğal altındadır. İşğal altında torpağı olan hökumət belə oğulların qədrini bilməlidirlər. Gələcəkdə vətən dediyin, vətənpərvərlik təbliğ elədiyin oğullar bu günləri baxırlar bu Qarabağ qazisinin faciəsinə. Bu bizim hamımızın faciəmizdir. Biz bu faciəyə yox deyirik. Biz bundan ötürü döyüşməmişdik. Biz hökumət qurmuşuq, o hökuməti, bu dövləti biz qurmuşuq. Bu dövləti biz erməninin qabağında saxlamışıq, səngərlərdə, buzlu səngərlərdə saxlamışıq, can qoymuşuq. Görün bizim elə nə qədər qadınlarımız, 2500 qadından nə qədər həlak olub, tələbə oğulları demirəm. Olmaz, gəlin görək, elə oğlanlarımız var ki, evlənmək üçün bir otaq tapırlar, 40 yaşına atlayan oğlanlarımız var. Gəlin görək, bunların ayırdığı vəsaitlər hara gedir? Zaur şəhid Zahur bizim Qarabağda qazi olmuş bir qardaşımız idi və bu günlərdə Zahur öz ailəsinin dərdindən, problemindən başlasa da əslində Zahur Azərbaycan qazilərinin problemini ictimailəşdirdi. Azərbaycan qazilərinin hansı vəziyyətdə olduğunu üzə çıxartdı. Dünənləri bizim qazi qardaşlarımızdan biri dedi. Bu ölkədə təkcə Zahur yox, 11.000 Qarabağ qazisi yanır. Yanmağıyla bütün qazilərin, veteranların, şəhid ailələrinin problemlərini də özünə yandırdı inşallah. Və elə hesab eləyək ki, bu bizim problemlə, sosial vəziyyəti ilə bağlı özünü yandıran, damarını doğrayan, özünə intihar eləyən, qəsd eləyən axırıncı qazimiz, axırıncı şəhid ailəsi olacaq. Yəni bu gün Azərbaycanda bəzi məmurların laqeydliyi, diqqətsizliyi, qayğısızlığı ucbatından Azərbaycanda qazilərin vəziyyəti qənaətbəxş hesab oluna bilməz. Ona görə də biz hesab edirik ki, dövlət başçısı bizim problemlərimizlə bağlı daha ciddi, daha effektli tədbirlər görəyəti və Azərbaycanda bu gündən sonra qazilərin ən azı mən özümü intihar həddindəyəm deyəndə sözünü diqqətə alacaqlar, ciddi alacaqlar və inanacaqlar ki, qazilər müharibədə olmuş psixolojisi, müharibə üzərinə yoğrulmuş xarakterik cəhətdən döyüşkən olan, qürurlu olan insanlar qırılmağı, sınmağı bacarmadıqlarına görə, əyilməyi bacarmadıqlarına görə intihar etməyə daha çox üstünlük verirlər və biz onların qarşısına alınması üçün Azərbaycanda hərəkətə keçiləcəyini inanırıq. Xahiş edirəm ki, bu məqamdan sui-istifadə olunmasın. Burada heç kəs, ağsaqqallar var, Dədə Baba qaydasında dəfn olunacaq. Sadəcə olaraq bir şəhid kimi dəfn olunacaq. Bir milli qəhrəman kimi səviyyəsində bu dəfn olmalıdır. Bu biz prezidentdən dəstək istəyirik. Məmurlarımız hamısı iştirak etsin. Şərəflə bunu dəfn mərasimi keçirilsin. Bu diqqət intiharidir. Bu Həmkarlar İttifaqının rəhbərliyi bütövlükdə hamısı kimlər ki onun işi ilə məşğul olmuşdu, hüquqşünası olsun, mavinlər olsun, rəhbər olsun, onunla bağlı qərəzli qərar verən, onun əlilliyini 5 uşağını nəzərə almayan hakim Elmira Nağıyevadır kimdir, o olsun. Hamısı bu işdə çox ciddi məsuliyyət daşıyırlar. Ölən təkcə Zaur deyil, görün nə qədər Zaurlar burada var. Zaur tək özünü fəda vermədi. Zaurun nə qədər qardaş bacıları buradadır, yanındadır. Tək Zaur deyil, Zaurun qanı yerdə qalmasın. Zaurun qanını heç vaxt yerdə qoymaz. Bütün Qarabağ əlilər, veteranlar söz veririk, and içirik. Bundan sonra əgər bir də bizim qədrimizi, bizim qiymətimizi bilməsələr, bizə dəyər verməsələr, biz də Zaur kimi canımızı qurban verməyə hazırıq. Çünki biz artıq öz evlatlarımıza cavab verə bilmirik. Vətən üçün hamımız əskər böyüdürük. Bəs bizə dəyər verməyəndə bizim evlatlarımız bizim vətəni qoruyarmı? Əlbəttə qorumaz. Bunun oğlu gedəcəkmi sabah əskər xidmətinə? Gedəcəkmi bunun oğlu vətən qorumağa? Getməyəcək. Ona görə ki, bunun qədri bilinmir. Nəyə görə bu belə oğlan rəhmətə getdi. Nəyə görə? Çox. Həyif. Həyif, nə deyim mən? Mən heç sözüm yoxdur.